Salam, sabahınız xeyir olsun qızlar və izləyicilərim. Bütün izləyicilərimi salamlayıram. Bugün ilk dəfə səsli vlog paylaşıram. Nəsə qüsur olsa üzürlü sayın, çünki ilk dəfədir vlogumu səsləndirəcəm. Belə, indi səhərdir, durmuşam. Biraz işlərim var idi, o işləri görmüşəm. İndi də saat 12-ni keçir. Sözün düzü. Mən hələ indi səhər yeməyi demək olarsa, səhər yeməyi tələsik hazırladım özüm üçün. Səhər yeməyimi yedim. İndi bu yediyim qabları da dedim yuyum. Sonra başqa işlərim var, işlərimi görəcəm. Evi istəyirəm toz soranlıyım. Qabları yuyandan sonra. Burada qızlar, səhər kiçik bazarlığı eləmişdim. Çiyələk, alça almışdım, meyvə. Bir də ki, xırda verməşil ərzaqlardan düyü, yumru düyü, bir də qara çörək almışdım. İndi bunları yerləşdirim qablara. Xırda verməşili, yumru düyünü yerləşdirmək lazımdır. Qablara yerləşdirim. Xırda verməşil bizdə çox işlənir, çünki suplara işlədirəm. Sonra özünü də tək qovurub plovunu hazırlayıram. Düyü ilə də süzəndə qovurub düyü ilə süzürsən, onda da yaxşı alınır, dadlı olur. Onları qablara yerləşdirim. Meyvəni də yuyub soyuducuya qoyacağım. Çünki hazır yuyulmuş olanda rahat olur da. Çiyələk, alça yuyulmuş olanda rahat olur. Çiyələyi də bilirsiniz də o qədər torpaqlıdır ki, torpaqda bitən meyvədir deyə çox çirkli olur. Gərək onu təmiz yuyasan. Mən çiyələyi deməli suda saxlayıram. Üstünə soda tökürəm. 1 çay qaşığı soda əlavə eləyirəm. Bir də ki, üzüm sirkəsi əlavə eləyirəm. Bax, onda biraz suda saxlayıram. Onda yaxşı çirki çıxır. Mənə belə gəlir, çox adam belə yuyur. Çünki onda daha yaxşı yuyulur da çiyələk. İndi bunları yuyub görürsünüz nə qədər çirki çıxdı. Nə qədər qara su çıxdı çiyələkdən. Onda bax belə də yaxşı təmiz olur. İndi yığıb onu da soyuducuya qoyacağım. Sonra görüm hansı işlərimi görürəm. İndi yemək fikirləşirəm, görüm nə hazırlayayım.
İndi görüm xanımlar, qızlar, siz mənim bu səsli vloqumu bəyənəcəksiniz ya yox? Öz fikirlərinizi yaza bilərsiniz şərhlərdə. Yəni mən məmnuniyyətlə onları oxuyub cavablandıraram. Sizin fikirləriniz mənim üçün çox maraqlıdır. Yəni çox da vacibdir ki, bilim ki, siz əgər mənim vloqumu bəyənirsinizsə, xahiş eləyərdim abunə olmayanlar abunə olsunlar, bəyənsinlər, bəyənmə işarəsinə bassınlar, like eləsinlər videolarımı. Çox sevinərəm. Sizin dəstəyinizə ehtiyacım var, əziz qızlar. Burada da fikirləşdim, axır ki tapdım. Dedim toyuq bişirim, ancaq bütöv şəkildə. Bizdə xoşlayırlar. Yəni bütöv şəkildə onu mən qızardıram. Qızardıram deyəndə ki, sobada ya belə qızardıram da sobada da hazırlayıram. Kartofla. Çox yaxşı olur, dadlı olur. Bizdə xoşlayırlar bu yeməyi. Ona görə fikirləşdim ki, başqa nə yeyim? İndi burada toyuğu, deməli toyuğa nə vurdum? Deyim sizə qızlar. Duz, istiot. Yəni bu heç də bu, yəni bütün yeməklərə vurulan ədviyyatlardır. İstiot, qırmızı istiotdan istifadə elədim. Amma mən çox işlədirəm, qırmızı istiot xoşlayıram, istifadə eləyirəm. Sonra paprika vurdum. Sonra vurdum, deməli, mayonez, biraz mayonez vurdum. Bir də nar turşusu. Nar turşusundan da istifadə elədim. Ondan da vurdum, yəni yaxşı olur. Toyuğu elə o ədvaları vuranda çox ləzzətli olur. Nar turşusu da ona xüsusi dad verir. Turşuluq verir, yaxşı olur. Bax elə qoydum pişməyə, bütöv şəkildə pişsin. Burada da kartofu doğradım. Biraz suda duz vurub biraz suda qaynadacağım. Çox yox, yəni yarı bişmiş formada. Çünki indi təzə kartofdur, çox tez pişir. Və salam, onu da oradan çıxardıb toyuğu götürəndən sonra kartofu qoydum. Kartof da orada qızarsın. Çünki elə yarı bişmiş edəndə belə çiğ formada da qoyub bişirirəm. Amma yarı bişmiş edəndə daha yaxşı olur. Daha belə ləzzətli olur. Yaxşı da qızarır. Həm içi yumşaq olur, üstü də qızarmış. Dedim, yəni yeməyimizi yeyək. Bizə noş olsun. Siz də əgər bu vaxt mənə baxa-baxa, bu vloqa yəni baxa-baxa yemək yeyirsinizsə, sizə də noş olsun. Biraz qab yığılmışdı. Burada da qabları dedim yuyum. Qab ümumiyyətlə çox yığılır. Burada qızlar yeni bir gündəyik. Bugün Qurban Bayramıdır. Hamınızın Qurban Bayramını təbrik edirəm. Sizə can sağlığı, gözəl ömür arzulayıram. Yəni ailənizlə xoşbəxtlik arzulayıram. Evinizdə həmişə bol ruzu bərəkət olsun. Süfrəniz ruzulu bərəkətli olsun.
İndi mən burada biraz düyü islatdım. Düyünü isladıram ki, biraz plov eləyəcəm. Toyuq plov eləmək istəyirəm. Bizdə toyuq plovu sevirlər. Toyuqlu olan plovu. İndi yəni bunun hər növünü edirəm. Yəni toyuğu ayrıca da qara şəklində bişirib plovun üzərinə qoyuram. İndi elə etməyəcəm. İndi plovun altına yəni düzəcəm toyuq ətini. Və üzərinə soğanla kişmiş hazırlayacağım. Bugün belə etmək istədim. İndi toyuğu doğrayıram burada. Mən toyuğun dərisini çıxardıram. Çünki nə bilim xanımlar, nəsə dəri ilə sevmirəm, istəmirəm dəri ilə. Çünki bu dükandan alınan toyuqdur. Yəni həyət cücəsi deyirlər də, həyət fərəsi deyil, həyət toyuğu deyil. Ona görə belə edirəm. Yəni çox yerini kəsib atıram. Sözün düzü, dükandan alınan toyuğun çox hissələrini, lazımsız hissələrini, dərisini də çıxardıram. Belə doğrayıram. Sonra indi toyuğu yuyacağım. Onları ədvallamalıyam. Ədavalar vuracağım. Biraz bastırma kimi olsun. Yəni düyü islanana qədər, yəni bişənə qədər, o da hələ ki bastırma eləyək də, soğan da vuracağım ki qalsın. Qalsın biraz dadı tamı özünə gəlsin də, yəni canına çəksin o ədavaları. Yəni mən belə hazırlayıram. Siz necə hazırlayırsınız qızlar? Yaza bilərsiniz şərhlərdə. Fikirlərinizi bilmək mənim üçün də maraqlı olar. Siz necə hazırlayırsınız, necə bişirirsiniz? Nəyi sevirsin ailəniz? Nələr hazırlayırsınız ailəniz üçün? İndi bu toyuğu yudum. İndi bunları yaxşı ədavalayım. Sarı kök vururam. Duz, qırmızı istiot vururam. Sumaq vururam. Bir də nar turşusu vuracağım. Nar turşusu da əlavə eləyəcəm. Ondan çox yaxşı olur. Bax belə. Bir dənə də soğan doğrayacağım üstünə. Ki bastırma olsun. Qarışdırdım yaxşı-yaxşı. İndi bir dənə baş soğan doğrayım. Onu da əlavə edəcəm. Ki yaxşı soğan onu həm dada gətirir toyuq ətinə, həm də daha gözəl eləyir də, yumşaq eləyir. Soğan hər şeyə yaraşır. Bax belə. İndi bunu da burada soğan soyuram. Bunu da ayrıca deməli soyub, doğrayıb, ayrıca tavada soğançı eləyəcəm kişmişlə. Kişmiş də qatacağım ona biraz. Biraz da sumaq vuracağım. Duzunu, sumağını əlavə eləyəcəm. Biraz da sarı kök əlavə eləyəcəm. Bunu da ayrıca qovururam. Qızılı rəng alana qədər. Sonra düyünün üzərinə qoymaq üçün də düyü hazır olandan sonra, plovumuz hazır olandan sonra onun üzəri üçün hazırlayıram. Düyünün üzəri üçün hazırlayıram. Burada da biraz kişmiş yuyuram. Yuyub biraz isladacağım. Suda qalsın. Sonra soğançanın üstünə vuracağım. Yağ əlavə elədim. İndi soğançanı biraz qovurum. Kişmişini də vurdum. Sarı kök vurdum. Bayaq dediyim kimi. Duzunu vurmuşam. Belə. İndi düyünün suyunu qoydum. Qaynasın. Sonra düyünü süzəcəm. Düyü hələ ki istaqdadır. İstatmışam düyünü. Duzlu suda. Biraz da soğançıya sumaq vurdum. Sumaq əlavə elədim. Burada da zəfəran dəmləyirəm. Düzdür, bu əsl zəfəran deyil.
Bilirsiniz də bu İran Təbriz dükanlarında satılır. Yəni bilirsiniz lap əsl zəfəran çox bahadır. Az qramla alırıq onu alanda. Bu da yaxşıdır, pis deyil. Gözəl. Ətri də pis deyil, yaxşıdır. Rəngi də yaxşıdır. Rəngi də yaxşı verir. Suyum qaynadı, düyünün suyu qaynadı. Düyü də bişdi, düyünü süzdüm. İndi qazanın dibinə, qazanın içinə yağ atdım. Yağdan sonra toyuğu, bastırma elədiyim toyuğu da düzürəm. Qazanın dibindən düzürəm, sonra üstünə düyünü əlavə eləyirəm. Düyünü də əlavə elədikcə hissə-hissə o zəfəranlı sudan gəzdirirəm. Bir də mən düyünün qatlarına zəfəranlı su ilə yanaşı görürsünüz orada səpdiyim cirədir. Düyünün üzərinə səpirəm. Cirənin üyüdülmüşüdür də. O bilirsiniz də cirə hansıdır. Qoğalda işlədirik, raziana cirə. Raziana yox, cirədir. Yəqin ki bilirsiniz. O da düyüyə çox gözəl ətir verir. Çox gözəl dad verir. Yəni onun dadını, düyünün dadını pozmur. Amma qədərində lazımdır da istifadə eləmək. Yəni ki cirəni həddindən artıq çox da əlavə etmək olmaz. Artıq burada pulovum hazırdır. Və burada artıq pulovumuzu yedik. Bizə nuş olsun. Siz də yəqin ki bayram günü nəsə hazırlamışsınız. Sizə də nuş olsun qızlar. Burada qabımı yuyuram. Hələ sizə çəkməmişəm. Bir çoxunu yumuşdum. Bu da axıra qalan qabları idi. Bunları da yudum. Dedim yuyum, artıq axşamdır. Çox yorulmuşam. Burada vlogumu bitirirəm. Sizinlə hələlik sağollaşıram. Bugünkü vlog yəni bu qədər qızlar. Ümid eləyirəm ki bu vlogu bəyəndiniz. Bəyəndinizsə abunə olmağı, like eləməyi unutmayın qızlar. Sizi çox sevirəm. Çox sağ olun. Təşəkkür edirəm məni izlədiyiniz üçün.